Bu günləri ikinci xutbəmiz də möminlərin xüsusiyyətlərindən mövzumuz olacaq. Məxsusən də Qurani-Kərimdə möminin xüsusiyyətləri haqqında Allah gözəl kitabında, müqəddəs kitabında bizlərə bəyan eləyib ki, əgər biz də möminçilik libasını geymişiksə, görək bizdə də bu xüsusiyyətlər var, bu xislətlər var, yoxsa yox. Və sonda Allah bizləri də inşallah həqiqi möminlərdən qərar versin. Bismillahirrahmanirrahim. Allah Ənfal surəsinin 2-ci, 4-cü ayələrində buyurur. 2, 3, 4-cü ayələrində. İnnəməl mu'minunəl-ləzīnə izə zukirallah vəcilət qulubuhum. وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتِهِ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. İnnəmə ərəb dilində həsirdir, yəni yalnız və yalnız. Möminin xüsusiyyətlərini deyir ki, yalnız möminlər bu şəxslərdir. İnnəməl mu'minun. Yalnız möminlər bu şəxslərdir ki, əlləzinə, hansı ki, o möminlər xüsusiyyətləri bax bunlardır, sadalayıram, əlləzinə yəni bu deməkdir. İzə zukirallah vəcilət qulubuhum. Elə ki, Allah onların yanında xatırlandı, qəlbləri titriyər. O şəxslərin, o möminlərin qəlbləri ətşandır Allah sözünə. Görərsən, onlar həmişə məclislər olar, daim istəyər ki, ilahi söhbətlər olsun, Allah söhbətləri olsun. Sallar dünyəvi söhbətlərdən. Dünyəvi söhbətlər də lazımdır. Amma əksəriyyət bunu təşkil eləyər. Ərəbdə belə bir söz var, buyurur ki, mən əhəbbə şeyən əksərə min zikri. İnsan çox sevdiyi şey haqqında söhbət edər. Görürsünüz ki, kimsə nəsə haqqında daha çox söhbət eləyir. Bilin ki, onun vurğunudur. Sevir o şeyi. Möminlərin də sevdiyi mövzu Allah kəlamlarıdır, Allah sözləridir. Bir dənə Allahdan bir söz eşitsin. Fərqi yoxdur. İstər eşitsin, mömindən eşitsin, kafirdən eşitsin, fərq etməz onun üçün. Yerdə görsün, göydə görsün, varlıq yaradılış aləmində görsün, heyvanda, həşəratda görsün, görərsən bunun hələ istəyi, sevgisi odur ki, bir dənə ilahi haqqında mərifət hasil eləsin, halı sönsün, biraz imanı artsın Allaha qarşı, yəqinliyi artsın. Çünki onlar yanında, onların yanında Allah söhbəti etdikdə onların qəlbləri titriyər. Xüsusiyyətləridir. Qəlbləri titriyər, rəngləri sarar, ilah məqama bax Allah, sənə qurban ilah. Qəlbləri titriyər bu şəxslər. Və izə tuliyət aleyhim əyətuhu. Allahın ayələri bunlara oxunanda zədəthum imanən. İmanları artar. Quran-Kərimi biz neçə dəfələrlə oxumuşuq. Allah ayələridir də, düzdür. Ərəbcəsini oxuyuruq. Lüğətdən oxuyuruq. Çox az adamlar dərk edirlər. Çox az adamlar fərqinə varırlar. Buyurur ki, Allahın ayələri onlara oxunanda, mömin, sənin imanın artmalıdır. Sənin Qur'an haqqında yəqinin elə bir yəqin olmalıdır ki, ondan bir ayə oxuyanda, onun içərisində olan mənalar sənin şuuru və düşüncəsi və sirayət edə bilsin. Etmirsə, Allahdan istəyəcəksən. Əldə edə bilmirsənsə, Allahdan tövfiqat istəyəcəksən, əməlini düzəldəcəksən, namazlar və ibadət və fikir verəcəksən ki, Allah sənə də müəllimlərə müraciət edəcəksən ki, Allah səndə də o cür xüsusiyyətlər yaratmış olsun. Allahın ayələrini oxuyan kimi səndə iman hasıl olsun. Ayələrin o ecazkarlığını görə biləsən. İlahi. Hər adam onu görə bilmir. Hər adama nəsib olmur.
Görürük də, şahidi oluruq da. Bir oxumuşam, heç nə başa düşmürəm. Bu nə kitabıdır? Ədəbiyyat kitabıdır, ondan yaxşı. Düşüncəsinə baxışlayın. Fizika kitabı ondan faydalıdır. Amma mömin isə oxuduqda qəlbinə hopar, qəlbinə süzülər o mənəvi dəyərlər, duyğular. Və alə rabbihim yetevəkkəlun. Və ilahlarına, Allahlarına neyniyərlər? Təvəkkül eləyərlər. Bəzən dinimizdə təkrar-təkrar moizələr olunur, söhbətlər olunur. Hətta dualarımızda təkrar dualar. Düzdürmü? Təkrar görürük bunları. Quran ayələri oxuyuruq, təkrardır. Quranın bir xüsusiyyəti də var, alimlərdən eşitmişəm. Deyir ki, mən həmişə deyir Quran oxuyuram. Özü mənası ilə oxuyur, ərəbdir də. Mənası ilə oxuyur, dərk eləyir, düşüncə eləyir. Deyir, elə bir yerə gəl, 40 ildə oxuyuram deyir. Elə bir yerə gəldim, elə bildim ki, o ayəni oxumamışam. Möcüzəvi kitab olmağına bax. Elə bir bu dəqiqə nazil olub, heç görməmişəm o ayəni. Nə olsun təkrar olunur? Məgər biz təkrarların üzərində elmimizi, inkişafımızı qurmamışıq? Bir iddə insanlar var. Çox təəssüflər olsun. Hətta məscidə də dəvət eləyəndə şahid olmuşam. Məscidə bildiklərimi danışırlar da, orada kim nə danışırlar ki? Bildiklərimi danışırlar da. Mən nə söhbət edəcəksən ki, o danışdıqlarınız neçə il bundan qabaq oxumuşam. Mömin amma bu cür nə deyil. Mömin təkrar eləyir ki, onun arxasında nəsə var. Araşdırır ki, nəsə var onun arxasında. Mənə çatmayan nəsə bir məna var. Bunu yadımızdan çıxarmayaq. Moizələr, söhbətlər və oxuduğumuz hikmətli hadisələr və Qur'an-ı Kərim və Əhl-i Beytin hədisləri bizim üçün qəlbimizin şifasıdır. Yaşayışıdır, dirilişidir. Əl-məvaiz həyatul qulub. Hədislərdə zikr olunub ki, moizələr qəlbin yaşayışıdır, dirilişidir. Alimlərimizdən birini statusla qabağıma tutmuşdu, Allah onu salamat eləsin. Deyir ki, ruhaniyyətimizin də öz qidası var da, mənəviyyatımızın da qidası var. Cisimimizin qidası olduğu kimi ruhaniyyətimizin də qidası var. Deyir ki, ruhaniyyətimiz, mənəviyyatımız qidasızlıqdan, acından öləcək. Dəyərli sözdür də, düşüncələrimizə daha yaxınlaşdırmaq üçün bizlər üçün çox gözəl söz deyib. Acından öləcək. Sən bu ruhani, mənəvi məsələləri haçan dirildəcəksən, yaşadacaqsan. Bu sözlərə ki, sən təkrar deyirsən, ay mömin, bu təkrarları məgər sən dərk eləmirsən, düşünmürsən. Haçan düşünmürsən, haçan oxumursan, oxumamısan sən, dərk eləməmsən. Əgər yorucu gəlirsə səndə, demək səndə müəyyən bir problemlər var. Onun özündə bilginən, o söhbətlərdə yox. Özümüz çalışaq inşallah ki, özümüzü müalicə edək və özümüzü saflaşdıraq, özümüzü paklayaq ki, ilahi bir neymətləri Allah bizlərə neynəsin? Əta eləsin. Çünki Quranda da keçən birinci moizədə də qeyd elədik ki, Allah öz sizi məşəqqətə salır ki, sizi paklasın. Paklayandan sonra Allah sizə öz neymətini tamamlasın. Ona görə möminlərin sifətlərindən budur ki, onlara Allahı xatırlamaq qəlblərini titrədər. O deyilən sözlər, ayələr deməzlər, təkrardır. Deyərlər ki, bizim imanımız artar, oxuduqca bildiyimiz qədər imanımız artar. Və digər xüsusiyyətlərindən o möminlər bu xüsusiyyətə sahiblər. Əl-ləzīne yuqimunəs-salətə və onlar namaza durarlar, namaz qılarlar.
Bir iddia insanlar möminlik iddiasında deyir, mən möminəm də, mənim imanım var da, Allaha inanıram da. Bu iman sözü budur da, Allaha inanıram da. Etiqadım var da, namaz da qılmıram. Qəlbin təmiz olsun, imanın kamil olsun. Bu başqa namaz nədir ki be? Amma Allah nə deyir Quranda? Mömin odur ki, namaz qılsın. Mənim məsləhətim və məşvərətimlə ölçülmür. Allah buyurur ki, möminin xüsusiyyətlərindən biri budur ki, o namaz qılacaq. Namaz qılmayan şəxs imandan bəhs eləməsin, imandan danışmasın. Qəlbin saflığından danışmasın. وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ Və onlara əta etdiklərimizdən, verdiklərimizdən, ay insan. Sən ki iddia edirsən, mən qazanmışam, mən eləmişəm, mən hasil eləmişəm. Deyir ki, sən hasil eləməmişsən. Deyinən ki, mən vermiş, Allah verib bunları mənə. Mömin deyər ki, buna Allah verib mənə. Və bu Allahın verdiklərindən deyir ki, onlar nə edirlər? Nəfəqə verərlər. Kasıblara, imkansızlıqlara əl tutarlar. O onların sifətləridir. Ulaikə humul mu'minun haqqan. Allah onlara şəhadət verir. Necə ki sən şəhadət vermirsən? Əşhədü en la ilahə illallah, əşhədü enne Muhammedən Rasulullah. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah da şəhadət verir bəndəsinə. Deyir ki, həqiqətən də onlar mömindirlər. Təsdiqlədi. Mömindir o şəxslər. Ləhum dərəcatun ində rabbihim. Allah dərəcələrdən bizə qismət elədi. Allah yanında onların dərəcələri var. Və məğfiratun və onlar üçün xüsusi bağışlanmalar var. Allah bizi bağışlasın. Və rizqun kərim və onlara əta olunmuş ruzular var. O ruzular ki, həqiqi insani ruzulardır. Həqiqi insanı digər varlıqlardan, ruzularından fərqləndirən bir ruzulardır. Onları da Allah bizlərə həqiqi o ruzulardan qismət eləsin. Çox söhbət etmək olar. İman özü İslamla ayrı-ayrı mənalardır. Bu cür söhbətlər çox olmaz. İman odur ki, qəlbən təsdiq tapasan ilk növbədə. Mömin şəxslər odur ki, onlar qəlbən bağlanıblar. Həm düşünüblər, dərk edirlər, həqiqəti bilirlər və həmçinin də onların ibadəti və itaəti əsnasında Allah onların qəlbində bir iman yaradıb. Ki, Allah o xüsusiyyətləri bir daha bizlərə qismət eləsin.